10-cu sinifdə oxuyurdum. Bir oğlan mənə sevdiyini dedi. O 11-ci sinifdə oxuyurdu. Get-gedə bir-birimizi sevdik. Ailəsi və yaxınları da bilirdi. Məktəbi bitirib universitetə qəbul oldu. Başqa şəhərə getdi, amma yenə də danışırdıq. Məni görməyə gəlirdi. Məktəbi bitirən kimi mən də onun oxuduğu şəhərə getdim. Fərqli universitetlərdə oxuyurdu. O 2-ci kurs, mən isə 1-ci kurs idim. İlk başlarda görüşmürdük. Hər dəfə görüşmək istəyəndə bir bəhanə edirdi. Get-gedə mənə soyuq davranırdı. Artıq həyatında başqa birisinin olduğunu düşünürdüm. 2 ay keçəndən sonra biz dalaşmağa başladıq. Hər dəfə niyə görüşə bilmirsən deyirdim. O isə əsəbləşib məni acılayırdı. 2 il idi ki, sevgili idik, məndən ayrılmaq istədiyini dedi. Çox ucuz bəhanələrlə mənlə əlaqəni kəsdi. Eyni şəhərdə olduğumuz üçün bir-birimizi görürdük. Sanki bir-birini sevən insanlar biz deyil idik və onun haqqında bəzi şeylər eşitdim. Düşündüyüm kimi mənlə sevgili olanda başqa bir qızı sevib. Mənlə ayrılandan sonra qızla sevgili olmaq istəyib, amma alınmayıb və mən bunu xəyanət saydım. Bunu bilsəydim ayrıldığımız üçün bu qədər kədərlənməzdim. Ayrıldığımızdan 1-2 il keçmişdi. Bir gün şəhərdə elə oldu ki, eyni yolu getməli olduq. O baxırdı, mən isə ona qarşı heç bir hiss etmirdim. Həmin günün axşamı yazdı və çox dəyişdiyimi dedi və niyə baxmadığımı soruşdu. Mən isə ona soyuq bir şəkildə biz artıq yad bir insanlarıq, yad insana niyə baxım dedim. Bəlkə aradan keçən bu 2 ili bərpa edək dedi. Mən isə yox cavabını verdim. Bir neçə gün ard-arda məndən xahiş etdi. Peşman olduğunu dedi. Mən razı olmayıb bloka atdım. Sevmədiyim şəhəri seçmişdim. İndi bu şəhərə nifrət edirəm. Təhsilim üçün isə məcbur buradayam. Sevgidən uzaq idim, amma artıq 3 ildir ki ayrılmışdıq. Mən sevmədiyim birisi ilə nişanlandım. İlk vaxtlar sevməsəm də indi sevməyə başladım. Yaxın müddətdə toyum olacaq. Hər şeyə rəğmən çox xoşbəxtəm.